Babək prospektində yolun asfalt qatı yenidən dağıdılıb, sürücülər günlərdir təhlükə ilə üzləşir. Dəfələrlə bu məsələ işıqlandırılıb, yəni tədbir görülüb, amma yenə təkrarlanır. Bugün əməkdaşlarımız sözügedən ərazidə yenidən çəkiliş aparıblar. Aidiyyatı qurumlar yolun asfalt qatını yenidən bərpa edib, amma qeyd etdiyim kimi maraqlı məsələ budur ki, yolun mütəmmadi olaraq həmin hissəsinin dağılmasına, daha doğrusu dağıdılmasına səbəb nədir? Əməkdaşımız İsmail Əmirli buna aydınlıq gətirməyə çalışıb. Baxaq görək məsələni nə ilə izah edirlər. Bura Babək prospektinin Günəşlidən şəhərə daxil olan hissəsidir. Uzun müddətli ərazidə yol dağıdılır və sürücülər üçün qəzalı şərait yaranır. Yola xəbərdar edici lövhə də quraşdırılmır. Günün istənilən vaxtında, əsasən də axşam saatlarında sürücülər bilmədən yaranan çuxura düşürlər. Nəticədə avtomobillərə ziyan dəyir və təhlükəli şərait yaranır. Bir dəfəli düzəldə bilmirlər. Bu nə iş, nə məsələdir, mənim başım çıxmır. Maşın sınır. Amortisatör dağılır. Qəza şəraitidir. Neçə maşını şikəst eləyib elə oldu. Əksəriyyət də ki, inamarkadır. Yəni nə var, hamısı qabaqdadır da. Ekranıdır, qranatıdır, hamısını vurub dağıdır. ATV xəbərin reportyoru olaraq sözgedən ərazidə 3 dəfə çəkiliş etmişəm. Aparılan qazıntı işləri ilə bağlı. Hər dəfə də aidiyyatı qurumlar deyir ki, məsələ bu dəfə köklü şəkildə həll olundu. Lakin qısa bir müddət keçdikdən sonra, necə deyərlər, köhnə hamam, köhnə tas. Asfalt qatı yenidən qazılır. Saat 2-dir və təxminən 10 dəqiqə əvvəl ərazi yenidən asfaltlandı. Ümid edirik bundan sonra yenidən qazılmaz və sürücülər üçün təhlükəli şərait yaranmaz. Ərazidə asfaltlanma işlərini aparan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları dağıntı işlərinin iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən aparıldığını və buna ərazidəki su xətlərinin partlamasının səbəb olduğunu bildirdi. Bu məsələ ilə bağlı hər dəfə şablon cavablar verən iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə fərqli mövqe almaq ümidi ilə təkrar sual ünvanladıq. Lakin yenə də cavab eyni oldu. Xidmətin mətbuat katibi Ceyhun Musaoğlu yalnız şifahi şəkildə bildirdi ki, müvafiq su kanal idarəsi həmin ərazidən keçən xəttin üzərində təmir işləri aparandan sonra yolun kiçik hissəsində çökmə yaranıb və həmin çuxur tələb olunan materiallarla doldurulub. Hazırda həmin doldurulan hissə tam bərkiyəndən sonra üzəri asfalt qatı ilə örtüləcək. Ərazinin artıq bugün günorta saatlarında asfaltlanmasından məlumatsız olan xidmətin əməkdaşı əlavə etdi ki, məsələnin köklü həlli yoxdur və ehtiyac yaranarsa, həmin hissədə dəfələrlə qazıntı işləri aparıla bilər. İsmail Əmirli, Samir Gülməmmədov, ATV Xəbər.